Özvündür. Yo. Babam rəhmətli. Allah rəhmət eləsin. Rəhmətə gedəndə dedi qızım sənə Bakıdan getirirəm Almaniyaya qoyuram sənə. Az özümündür də kimin olacaq? Ərivindir. Həcivindir. Az kimin olacaq? Bir dəfə belə paylaşıb. TikTok sağ olsun. TikTok sağ olsun. Mən TikTok'tan pul kazanıram. Canınız yanmasın. Mənim yoldaşımın işinə nə olub öz işinə? Gedin araşdırın devlet işçisi. Hərbidə işləyən komandir necə qazanır? Nə qazanır? Öz yaşayışı, öz qazancına görə öz yaşayışı. TikTok'dan adam oldu. TikTok'da mən adam olmuşam. Hiç kızı gica TikTok'dan adam oldu. Mən ki ər pulu yiyirəm. Kişi pulunu yemək daha şirindir. Əri çörəyi yemək daha şirindir. Ona görə ərinin şotuna şəllənirəm. Sonra kişimin şotuna şəllənirəm. Sonra sözüm var bacı. Doğmuşam kişiyə vermişəm 5 dənə uşağı. Ona da boynunun borcudur mənə baxmaq. Başa düşdün? Boynunun borcudur mənə baxmaq. Boynunun borcu da əlin üstündə daşımaq. Hələ belə doğmamışam ki 5 dənə uşağı onun üçün. Arvadı döyürəm baxmalıdır da. Gedib qaranquşa baxmalıdır. Qaranquşu almalıdır. Peridatroy çox sağ ol. Bəlkə düzdürmürəm az. Əriniz yaxşı sığala gedib pozğunları qıraqda saxlayıb onlara maşının almasın. Alsın sənə. Almalı ən əsas elə mənə düşürdü. O boyda zəhmət çəkirəm uşaqlarının üstündə. O boyda uşaqlarını böyüdürəm. Kim üçün almalıdır? Mən üçün almasın, kim üçün alsın? Getsin qıraqda pozğun saxlasın, pozğun üçün alsın. Ən halal elə mənə düşür. Bədənim koranıb, bədənim zərər alıb, 9 ay qarnımda daşmışam, əziyyətlə böyüdürəm onları. Səhər saat 6'ya işləmişdə mənim günüm başlayır. 6'ya işləmişdə mən günüm başlayır. Hələ bir hasandır uşaq saxlamaq. Özünüz də and verirəm inşallah. Allah şahidisiz. Mənim evimi də həmişə görmüsünüz necədir. Göz qabağındadır. Allah haqqı evimi yığışdırıb gül kimi çıxmışam. Nenəmin sözü həmişə mənim qulağımdadır. Nenəm deyəndə ki anam mənə deyib də. Nenəm anama deyirdi, anam mənə. Özünü təmiz saxla, ölümün gələr. Evi təmiz saxla, qonağın gələr. İndi yad gələr. Mən heç vaxt canlı yayına